Bismillahirrahmanirrahim. Güzel insanlar, aziz Allah'ın xeyri, bereketi, salamı, afiyeti sizin ve ailenizin üzerine olsun. Allah size güzel, xeyir kapılar açsın. Bugün bizim Azərbaycan xalqının tarixi çox qədimlərə gedən bu gözəl xalqımızın mədəni kimliyinin en önemli özelliklerinden biri olan onu qeyd ettiğimiz Novruz bayramıdır. İnsanlar neden bayram geçirmeye ihtiyaç duyurlar? Benim cevabım budur ki insanların sevinme ihtiyacı var. İnsanlar sevinme istəyirlər. Bakın Kur'an-ı Kerim'de Əziz Allah buyurur ki, güldüren de ağladan da Allah'tır. İnsanın huzura ihtiyacı var, sevinmeye ihtiyacı var, sevindirmeye ihtiyacı var. Ona göre bu bayramlar, bu güzellikler, bu insanları bir araya getiren bu merasimlerin hamısının məqsədi insanların o duygularını okşamak, terbiye eləmək, onun o sevinme ihtiyacını karşılamakla bağlıdır. Güzel insanlar. Biz de aziz xalqımızın bu Novruz bayramına Azərbaycan xalqı çok büyük değer verir, milli kimliyine sahip çıkır, mədəni kimliyine sahip çıkır, tarixi kimliyine sahip çıkır. Çünkü bayramların bir özelliği de budur ki bir milleti inşa ediyor. Yeryüzünde bayramı olmayan millet yoktur. Bayramlar milleti inşa ediyor. Çünkü bayramlar hem de ortak hafizedir, ortak yaddaştır. Biz de aile olarak bu bayrama hazırlaşmışıq. Bak size gösterim güzel hediyelerimi. Seməni düzəltmişik, görürsünüz. Bunu deməli almışam. Sözün doğrusunu deyim ki, görürsünüz Azərbaycan xalqı nə qədər yaradıcı xalqdır. Əslində bunu bir biznesə çevirib, mən də getdim aldım ki, kiməsə mənim də xeyrim dəysin. Amma bu yaşıllığın içərisində görürsünüz gözəl belə əlamətlər də qoyublar. Deməli xalq bu bayramı sevir, dəyər verir. Eyni zamanda bundan həm də bir ruzi mənbəyi kimi də istifadə edir. Gözəldirmi? Məncə gözəldir. Ama biz bununla da kifayətlənməmişik. Ailəcə özümüzdə mənim ömürdaşım Vəfa xanım bax bu yaşıl mərcidən. Çünkü fərqlilik gözəllikdir. Sadəcə buğda səməni değildir. Bakın bu da yaşıl mərcidən olan bizim səmənimizdir. Görürsünüz renkleri ne güzeldir. Bakın insana ruh verir, güzellik verir, güzel insanlar. Ben bayramları 3 yere bölürüm. Biri siyasi bayramlardır. Azərbaycan xalqının en büyük siyasi bayramı 28 May Cumhuriyet günüdür. Çünkü Müslüman şərqində ilk defa, ümumiyyətlə şərqdə ilk defa Cumhuriyet ilan etmişik. Ne büyük iş görmüşük. Bakın dünya tarixində ilke imza atan xalqlardan biriyik. Belə bir qayda var ki, ilkler unudulmur. Bu Azərbaycan xalqının fərasətini, ağlını, cəsarətini hem de zövqünü gösterir. Sevinme medeniyetini gösterir. Siyasi idealini gösterir. Ona göre bayramların bir kısmı siyasidir. Ama siyasi bayramlarımızın da zirvesi hansıdır? 28 May Cumhuriyet günüdür. Respublika günüdür. Aynı zamanda bizim dini bayramlarımız var. Dini bayramlarımızın da zirvesi 2 tane güzel, mübarek, bereketli dini bayramımız var. Bakın cemiyet sadece siyasetten ibaret değil. Cemiyetin hem de dini ihtiyacı var. O ihtiyacı, o dini bayramın da ikisi hansıdır? Biri Kurban Bayramıdır, biri de Ramazan Bayramıdır. Fitr Bayramı, Fitret Bayramı. 3 bayramların üçüncüsü de milli bayramlardır. Yani milli adet, enenelerimizle bağlıdır güzel insanlar. Novruz Bayramı da bu milli adetimizle, kimliğimizle bağlı olan adetlerin zirvesidir güzel insanlar. Bu güzel günde, bu hayırlı günde bir neçə fikri de sizinle bölüşmek istedim. Onun biri budur ki, Azərbaycanda bir sıra gücler, qüvvələr, bir sıra insanlara bu təbliğat aparırlar ki, güya Novruz bayramı haramdır. Şekerbura haramdır, yumurta haramdır, Novruz bayramı keçirmək haramdır. Bakın adamlar öz değerlerine o kadar inanmırlar ki şekerburadan qorxurlar.
Bakın bu güzel, güzelliği yayan bu semenden korkurlar. Değiller bu haramdı, bunun arası haramdı. Haram bir şey var burada, lütfen bakar mısınız? Güzelliği görürsünüz mü? Burada bir emek yok mu? Sevgi yok mu? Merhamet yok mu? Işık yok mu? Nur yok mu? Eğer bir insan şeker buradan korkursa, semənədən korkursa, seməni gelecek, şeker bura gelecek, benim değerlerim gidecek deyirsə, onun inandığı değer saxtadır. Bu zihniyet hem de o zihniyetlik, istəyirəm onu da biləsiniz. Bakın deyir ki, şehir de haramdır. Dikkat edirsiniz. Yani 1000 illik Azerbaycan medeniyetini çöpe atır. Musiki de deyir haramdır. Azerbaycan tarihinin, medeniyetinin zirvesi olan musiki deyir haramdır. Yani tar haramdır, muğam haramdır, saz haramdır. Bakın, edebiyat da deyir haramdır. Sənəti, edebiyatı, musikini, ondan sonra güzel sənətləri, şeiri haram sayan, Novruz bayramını haram sayan bir zihniyetten Azerbaycan halkına xeyir gelir mi? Sizce? Gelir güzel insanlar. Bir güzel resm eserine bakmak huzur değil mi? Məni candan usandırdı, cefadan yar usanmaz mı? Felekler yandı ahimden, muradım şemi yanmaz mı? Demek haram mı? Bakın, insanlara güzellik veren semeni bakın. Ne kadar güzeldi bakın. Haram mı bu? Novruz neyi temsil edir güzel insanlar? Onları bir seçtim. Görün ki ne kadar hayırlı bir bayramdı. Bak birinci Novruz, güzel, yeni gün demektir. No, yeni demektir. Farsça. Ruz, gün demektir. Yeni gün. Yani yeni yıl. Değişimi ifade edir birincisi. Değişimi. İnsanlara deyir ki kış bitti, yeni bir dönem geldi. Bakın fəsillərin hamısı gözəldir, amma qışın ayrıca bir yeri var. İnsanlar adətən qışa bir mənfi məna da yükləyiblər. Qara qış deyiblər. Günəşin olmadığı, əkinin olmadığı, biçinin olmadığı bir mərhələ kimi baxıblar. İndi qış bitir, bax Novruz nəyi təmsil edir? Dəyişimi təmsil edir. İnsana deyir ki, hər an həyat dəyişimdədir. Sən də değiş ey insan. Fikirlerini değiş, yanlış fikirlerini at, değiş. Dönüşüm lazım, yeni lazım. Her yeni gelen şeyi öğren. Senin de ömrünün, hayatının baharı olsun diye. Ona göre güzel insanlar Novruz değişimi ifade ediyor. Bakın nuru ifade ediyor. Güneş gelir. İnsanlar ocağı ona göre kalıyorlar. İnsanlar enerji isteyirler. İsteyirlər, işıq isteyirlər, qaranlıq istəmirlər. Qaranlıq gedir, güneş gelir, nur gelir bakın. Bereketi temsil edir. Niye göre? Çünkü ekim başlayır, biçim başlayır, torpaq uyanır, su uyanır, her şey uyanır. İnsan da uyanır. Ekim varsa, biçim varsa, ruzi varsa bereket var. Güzel insanlar bakın. Dirilişi temsil edir. Her şey dirilir. Öyle değil mi? Ağaçlar çiçek açır, güller çiçek açır, yaşıllıq, çiçekler, renk, ətirlər, quşlar ötmeye başlayır. Bağçalar güzelleşir, insanın ruhu değişir. Bakın oyanışı temsil edir. Birliği temsil edir. Bakın bayramı olmayan millet olabilmez. Bayram birleştirir. Milli ortak hafizeni harekete geçirir. Bak hamımızı bir araya getirir. Bizi birbirimize bağlayan değerdir Novruz bayramı. Değer olmasa millet olabilmezsen, birleşebilmezsen, oyanabilmezsen, özünün şəxsiyyətini, kimliğini gösterebilmezsen, fərqini ortaya koyabilmezsen, ona göre yaz bayramı değiller, söz bayramı değiller, gül bayramı değiller, bahar bayramı değiller, Novruz bayramı değiller, yeni gün değiller, ışığın bayramıdır. Novruz bayramı ümidi temsil ediyor. Deyir ki, yasa batma ey insan. Hiçbir karanlık ebedi değildir. Ana məhkum olma ey insan. Karanlığın kışın içindeki yazı göre ey insan. Kışın içindeki yazı göre ey insan. Yeryüzünde, kainatta yazın gelişi için, yani barışın, huzurun gelmesi için çalış. Ey insan. İnsanlığın hakkını ver ey insan. Novruz bayramı güzel insanlar bizi millet eleyen en önemli değerlerden biridir. Paylaşmanı temsil ediyor.
Baxın, sosial əlaqələr artır, insanlar gedirlər, ən azı mesaj yazırlar, zəngləşirlər, gedirlər, görüşürlər. Sosial, sağlam, sosial əlaqəni quran ən önəmli dəyərlərdən biri Novruz bayramıdır. Bir bayram bizi dəyişdirirsə, nuru gətirirsə, ümidi təmsil edirsə, oyanışı təmsil edirsə, dirilişi təmsil edirsə, birliyi təmsil edirsə, bizə huzur gətirirsə, bizi birləşdirirsə, paylaşmanı çoxaldırsa, bizi sevindirirsə, gözəl deyilmi? Gözəl insanlar. Bayram həm də ona görə gözəldir ki, içimizdəki gözəl duyğuları oyadır. İçinizdəki gözəl duyğuları oyadan hər şey gözəldir. Əgər bir musiqi sizin içinizdə gözəl yaşam duyğusunu oyadırsa, bu səməninin gözəlliyi, bu yaşıllığı, rəngi ilə bərabər sizin içinizdəki o gözəl duyğuları oyadırsa, nə gözəl. Bayram sevindirməyi təmsil edir. İnsanlara deyir ki, paylaşdığın qədər insansan, sevindirdiyin qədər insansan, mərhəmətli olduğun qədər insansan. Ona görə də gözəl insanlar. Bu bayram duyğuların oyandığı, təbiətin oyandığı, işığın gəldiyi, qaranlığın getdiyi, ümidin artdığı, cəsarətin çoxaldığı, əməyin, ruzinin, xeyrin, bərəkətin, milli birlik düşüncəsinin hərəkətə keçməsinin, bizi millət edən o dəyərlərin gündəmə gətirilməsi üçün böyük bir fürsətdir. Hər yönüyle xeyirdir. Gözəl insanlar. Bu gözəl gündə, Novruz bayramı günündə bu gözəl səmənimi sizə bir də göstərirəm. Baxın, 2 dənə səmənimiz var. Yaşıl olsun deyirəm ömrünüz. Yaşıllıq bilirsiniz də cavanlığın rəmzidir. Xeyrin, bərəkətin rəmzidir. Görürsünüz, bax. Fərqlilikdə bir ayədir dedik. Xalqımızın bu əziz bayram günündə, gözəl bayram günündə nə deyirəm? Birinci bunu deyirəm ki, biz Qarabağı zalımdan və zülümdən azad edən əziz şəhidlərimizi unutmayacağıq. Onlar ən dəyərli nimət olan canlarını Azərbaycanın torpaqlarını zalımlardan, zülümdən azad edilməsi üçün fəda etdilər. Əziz Allahın xeyri, bərəkəti, salamı onların üzərinə olsun. İgid qazilərimizi unutmayacağıq. Unutmayacağıq sadəcə belə yadda saxlamaq anlamında deyil. Dövlət və millət, onlar qarşıdakı borcunu yerinə yetirməlidir. Onların haqqını verməlidir. Unutsaq, unudularıq. O faciə təkrar olunar. Mən hər zaman bunu təkrar edirəm. Hər şəhid ibadət etmişdir. Torpağını zalımdan və zülümdən azad etmək ibadətlərin ən böyüklərindən biridir, gözəl insanlar. Şəhidlərə salam olsun, qazilərə salam olsun. Eyni zamanda bu Novruz bayramı günündə hər birinizi ürəkdən, istəyərək, sevərək, ən gözəl duyğularla təbrik edirəm. Deyirəm ki, əziz Allah ailənizə huzur versin, ailənizə yaşıllıq versin, ruzi versin, bərəkət versin, hərarət versin, günəş versin, istilik versin, sosial əlaqələriniz güclənsin, milli birliyimiz güclənsin, yurdumuza ədalət gəlsin, tövhid gəlsin, barış gəlsin, huzur gəlsin, mərhəmət gəlsin, sevgi gəlsin. Sevgini çoxaldıq, gözəl insanlar. Baxın, yaşıllığı çoxaldıq. Nə qədər gözəldir, deyilmi? Əziz Allah bayramınızı mübarək etsin. Ailənizə ruzi versin, xeyir versin, ədalət versin, bərəkət versin. İstəyirəm ki, savaşlar bitsin, göz yaşları bitsin. Savaş çıxaranlar insanlığın düşmənləridir. Biz barış üçün çalışacağıq. Azərbaycana yaraşan budur. Novruz deyir ki, barış üçün çalışın. Əziz Allahın yanında ən dəyərli insan barış üçün çalışandır. Sevgi üçün, qardaşlıq üçün, birlik üçün, huzur üçün çalışandır. Və Novruz da bu mesajları bizə verir. Bütün atributları deyir ki, insan ol, mərhəmətli ol, ədalətli ol, işıq üçün çalış, cəsarət üçün çalış, nur üçün çalış, bərəkəti çoxald ey insan. Bayramımız mübarək olsun. Bu bayram bizi birləşdirsin. Evimizə ruzi gəlsin, bərəkət gəlsin, yurdumuza ədalət gəlsin, insanlıq gəlsin, mərhəmət çoxalsın. Azərbaycan dünyaya barışın, sevginin, ədalətin yayıldığı bir məkan olsun deyirəm. Bayramınız mübarək olsun, gözəl insanlar. Məni dinlədiyinizə görə sizə təşəkkür edirəm. Sağ olun, var olun,
Aziz Allah'ın sonsuz, sınırsız merhametine emanet olun. Güzel insanlar.